Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Lənkəran Dövlət Dram Teatrı əməkdaşlarının yubileyləri təntənəli şəkildə qeyd olunub. Giriş sözü ilə tədbiri teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzər Hüseynova açıb. O, Lənkəran teatrının inkişafında xidmətləri olan yubilyarları təbrik edib, onların sənət yolundan, fədakar əməyindən danışıb. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, əməkdar artist Professor Azad Şükürov, aktyorlardan Sucəddin Mirzəyevi və Allahverən Babayevi İttifaqın teatr fədaisi medalı ilə, strategiya və kommunikasiya şöbəsinin müdiri Namiq Ağayev isə fəxri fərmanla təltif edərək mükafatın illərlə çəkilən zəhmətin rəmzi olduğunu bildirib. Əməkdaşlar həmçinin Lənkəran Dövlət Dram Teatrının fəxri fərmanları ilə, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, yazıcı dramaturq Qafar Cəfərli çıxış edərək sənətkarların gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Təltif etmə mərasimindən sonra teatrın səhnəsində vətən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə və düşmən üzərində qazanılmış möhtəşəm qələbəyə həsr olunmuş şəhid bayrağı tamaşası teatr sevərlərə təqdim olunub. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Emil Əsgərovda, səhnə əsərində əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, Aynur Əhmədova, Allahverən Babayev, Buludxan Buludov, Təranə Fərəcova, Salih Əzimzadə, Məlikə Cəfərova və Zeynal Məmmədli ifa ediblər. Tamaşada teatrın kifayət qədər bacarıqlı aktyorlar iştirak edirlər. Həm yaşlı nəslin nümayəndələri iştirak edirlər, həm gənclər iştirak edirlər. Bilirsiniz, bizim 44 günlük davamız elə bir möhtəşəm davadır ki, oldu ki, elə bir üzümüzü ağardan, alnımızı açıq eləyən bir döyüş oldu ki, o döyüş haqqında hələ çox kitablar yazılacaq, çox pyeslər yazılacaq və bu gün də Lənkəran Teatrının səhnəsində Qafar müəllimin müəllif olaraq yazdığı Şəhid bayrağı əsəri də, tamaşası da o qəbildən olan tamaşalardandır